Salam dəyərli izləyicilər, çox faydalı bir məlumatı diqqətinizə çatdırıram. Xüsusilə çox belə sakit, heç kimə qaynayıb qarışmayan övladları olan valideynlər bu videonu bir-birinizə göndərin. Sən demə bu uşağın çox ciddi bir problemindən xəbər verilmiş. Stimul Hospitalın nevroloqu Vahid Gülmaliyevi dinləyək və doktorla əlaqə nömrəsində öncədən xatırladıram 070 335 65 25 24 saat ərzində WhatsApp-a yaza bilərsiniz. İzləyicilər, bugün biz uşaq nevrozu haqqında bəzi məlumatları vermək istəyirik. Belə ki, uşaq nevrozu uşaq üçün bir neçə səbəbdən yarana bilir. Bu, birinci, bəzən ana bətnində uşağın inkişafının zəif olması nəticəsində, bəzən bu hiperaktiv uşaqlarda və yaxud da beynin kiçik disfunksiyası deyirək, beynin balaca, mülayim funksiya pozunluğu olan uşaqlarda, uşaq nevrozu əksərən müşahidə olunur. Eyni zamanda genetik ana xəttindən keçmə də bəzən anada əgər nevroz varsa, onun uşağında da bu hal müşahidə oluna bilər. Belə ki, uşaq nevrozunun diaqnostikası bəzən çox çətinliklə təyin olunur. Belə ki, uşaqlar bir neçə səbəbdən o nevrozun əlamətlərindən əsas uşaqda depressiv halın olması və uşaq çox sakit, özünə qapanan və yaxud da heç nəyə reaksiya verməyən çox hallarda valideynlər uşağın sakit olmasından şübhələnirlər. Amma bu uşaqların əsəbləşdikdə çox böyük bir hadisə törətməyə səbəb ola bilər və yaxud da ona görə də yeniyetmə uşaqlarda əgər onda özünə qapanma və yaxud da tez küsmə, incimə, tez ağlama, tez-tez ağlama hallarda nevrozların əgər mütləq diaqnozun qoyulması üçün həkim nevroloqa mütləq müraciət eləmək lazımdır. Bu hallar dediyim əlamətlər öz uşağınızda tutaq ki, müşahidə olunursa, mütləq həkim nevroloqa müraciət edin. Biz də xəstəliyin diaqnozunun qoyulmasında bir sıra metodlardan istifadə edirik. Xəstəliyin obyektiv baxışı, obyektiv yoxlanması, eyni zamanda bəzən bu, əgər posttraumatik nevrozlar deyirik, uşaq ana bətnində doğuş zamanı aldığı travma nəticəsində yaranan nevrozlar, bunları dəqiqləşdirmək üçün bir sıra instrumental müayinə metodlarından istifadə edirik və xəstəliyin diaqnozu qoyulur. Bu halda və xəstəliyin müalicəsində ilkində nə qədər tez həkimə müraciət olunsa, o qədər onun müalicənin effekti daha yüksək olacaq.